Fevralın 27-sində Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə Bizim Yol qəzetinin əməkdaşı Pərviz Həşimlinin məhkəməyə hazırlıq prosesi keçirilib. Prosesdə Pərviz Həşimlinin özü və vəkillərindən Bəhruz Bayramov, eləcə də media və ictimaiyyət nümayəndələri iştirak ediblər. Məhkəmə başlandıqdan az sonra Həşimli məhkəmə tərkibinə Xocalı faciəsinin qurbanlarını bir dəqiqəlik sükutla yad edilməsi təklifini verib. Hakim Kərimov isə bunun uyğunsuz olmasını deyib. Prosesdə iştirak edən şahid Təvəkkül Qurbanov maddi imkanının olmaması səbəbindən vəkil tuta bilmədiyini deyib. Hakim Novruz Kərimov belə olduğu təqdirdə ona dövlət tərəfindən vəkillə təmin olunacağını deyərək növbəti prosesin 4 mart saat 14:00-da davam edəcəyini elan edib. Hüquqlarını müdafiə etdiyim şəxsin hüquqları ciddi şəkildə pozulur. Vəkil kimi imkan vermirlər biz ondan. Artıq 15 gündür görüşmürük. Hakim bunu əsaslandırır ki, məhkəmənin hazırlıq iclasında güya biz orderi təqdim eləməliyik, ondan sonra yəni təqdim eləməlidir ondan sonra. Əslində isə yəni bizim istintaqda bağladığımız order məhkəmənin hazırlıq iclasına qədər qüvvədə olduğu üçün o birini mənalı olaraq görüş üçün bizə məktub verməlidir. Bu isə onu göstərir ki, hakim işə qərəzlidir. Çünki 15 gündür mən hüquqlarını müdafiə etdiyim şəxslə heç bir ünsiyyət saxlaya bilmirəm və müdafiəmizi təşkil edə bilmirəm. Hakimin əvvəllər deməli Milli Təhlükəsizlik Nazirliyinin müstəntiqi işlədiyi bizə məlum idi. Hələ istintaq prosesində də Pərviz müstəntiqə məlum etmişdi ki, siz mənim demək icraatımı göndərəndə həmin müstəntiqdə işləmiş hakimə təqdim eləyəcəksiniz, mən bunu əvvəldən bilirəm. O insan uzun müddət deməli müstəntiq işləyib Milli Təhlükəsizlik Nazirliyində. Onun indi savadına, qabiliyyətinə heç bir etirazımız olmasa da, ancaq o MTN-in əməkdaşıdır. MTN-lə əməkdaşlıq etmiş, MTN-də işləmiş şəxs heç vaxt oradan ayrıla bilməz. Pərvizi də MTN həbs etdiyinə görə, burama hadisələrlə içəri saldığına görə 5 ay kamerada, yəni tək bir insanlıq kamerada saxladığına görə ağır əziyyətlər çəkdiyinə baxmayaraq işini də gətirdilər. Özlərinin əməkdaşının hal-hazırda ağır cinayətlərdə işləyən məhkəmənin hakiminə verdilər. Mən bu barədə yəni ailəmiz adından Respublika Prezidentinə də müraciət etmişik, Ədliyyə Nazirinə də müraciət etmişik və ağır cinayətlərin sədrinə də müraciət etmişik ki, ölkədə hakimlər çoxdur, ağır cinayətin məhkəməsinin hakimləri çoxdur. Bizim etiraz etdiyimiz hakim işi aparmasın. Ona görə ki, o MTN-in əməkdaşıdır. Xatırladaq ki, Pərviz Həşimli sentyabrın 17-sində Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi əməliyyatla saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 206.3.2 qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən odlu silahın və döyüş sursatının qaçaqmalçılığı 5 ildən 8 ilə də müddəti azadlıqdan məhrum etməklə cəzalandırılır və 228.2.1 qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun kompleks hissələrini və döyüş sursatını əldə etmə, saxlama, daşıma 3 ildən 5 ilə də müddəti azadlıqdan məhrum etməklə cəzalandırılır. Maddələri üzrə ittiham irəli sürülüb və barəsində Səbail rayon məhkəməsi tərəfindən 2 aylıq həbs qətimkan tədbiri seçilib. Noyabrın 7-sində həbs qətimkan tədbirinin müddəti 3 ay artırılıb. Pərviz Həşimli ittihamları qəbul etmir, hüquq müdafiəçiliyi və jurnalist fəaliyyətinə görə saxta ittihamla həbs edildiyini bəyan edir. Amnesty International təşkilatı Pərviz Həşimlini vicdan məhbusu kimi tanıyıb.